vətən nədir? Müharibə sənin üçün həyatın özü olur. İndi danışıram, indi də kövrəlirəm. İndi artıq mən o dediyiniz suala fikirləşirəm, başqa cür cavab verirəm. Burada ermənilərin cinayətləri yazılır. Elə anlayışlar var ki, orada səhvə yol verilmir. Pafosunu danışmaq istəmirəm, amma qətiyyən. Orada bir prinsip var da, ya sən onu, ya o səni. O qədər mənə ləzzət verdi, o kadrlar. Hamısında da Ulu Öndər məsələlərə son nöqtəni qoyur. Qalib olmaq həm də qəlbləri fəth etməklədir. Vətəni sevmək insanın öz taleyini vətənin taleyi ilə birləşdirməkdir. Telefonunu açdı, telefonunda Polad Həşimovun şəklini qoymuşdu. Tanıdığı adamların ürəyində, onun əsgərlərin ürəyində həmin o indiki abidəni qurmuşdu. Müharibə adamları adətən çox danışmağı sevmirlər. Mən də onlardan biriyəm. Səmimi deyəcəm. Amma məni danışdırırsınız. Desə quş olmalısan, dağlarına qonaram. Desə daş olmalısan, yerimdəcə donaram. Desə köz olmalısan, köz olub yanaram. Mən bu məhəbbətimlə ömrü sanaram. Vətən, ki gözümün ağıdır, qarasıdır, hələ bu harasıdır. Mərhum ustad, şair Zəlimxan Yaqubun bu misraları möhtəşəmdir. Dəyərli dostlar, salam. Asan TV-də və Asan Radioda Asan status verilişini dinləyirsiniz. Sizinlə mənəm, Mail Yaqub. Bugünkü dəyərli qonağım, yazısı, jurnalist, Qarabağ qazisi İlham Tumasdır. İlham bəy, xoş gəlmişsiniz. Xoş gördük, xoş gününüzə gələklər olasın. Bugün sizinlə çox gözəl söhbətlərimiz olacaq. Nəyə görə? Çünki siz həm jurnalistsiniz, həm yazısısınız, ziyalı insansınız, həm də hər iki Qarabağ müharibəsində iştirak etmişsiniz. Bilirsiniz, vətən haqqında çox adam danışa bilər. Bir də mən həmişə bunu düşünürəm, konkret döyüşən insanlar var Qarabağda. Bunların vətən sevdası bir başqa cürdür. Vətən çünki bunlar praktikada onu göstəriblər ki, mən vətəni sevirəm. Baxın, son illərdə bəzi tendensiyalar var, bizim yazıçılarımızın arasında da var. Sanki bunlar qlobalist düşünürlər, qlobal baxırlar məsələlərə. Vətən anlayışı modern, müasir anlayış kimi görünmür bunlara. Amma sizdə həm yazısı, özə müasir düşüncəli yazısısınız, həm də canınızı təqdim etmişsiniz vətən üçün. Baxın, siz bunları necə birləşdirmişsiniz? Bir yazısı, mütəfəkkir İlham bəy Tumas üçün vətən nədir? Niyə gedib döyüşmüsünüz könüllü olaraq? Minnətdaram, Mahir bəy, sizə minnətdaram. Çox gözəl verilişdir. Asan televiziyasının rəhbərliyinə minnətdaram bu dəvət elədiyinizə görə. Bilirsiniz, necədir? Bir neçə müddət bundan əvvəl bir internet televiziyasına müsahibə verirdim. Orada təxminən belə bir sual oldu. Mən düşünürəm ki, vətəni sevmək insanın öz taleyini vətənin taleyi ilə birləşdirməkdir. Vətənin əgər dar günüdürsə, vətən təhlükədədirsə, insan, vətəndaş xoşbəxt ola bilməz. Həmişə elə düşünmüşəm və birinci Qarabağ müharibəsində tələbə ikən biz könüllü gedəndə də biz nə vaxt getdik Xocalı hadisəsindən sonra. Niyə görə getdik? Çünki Xocalı hadisəsindən sonra baş verənləri biz hamımız bilirik və illər keçdikcə Xocalının dəhşətləri daha çox üzə çıxır. Biz onda başa düşdük ki, Azərbaycan qadınının, Azərbaycan kişisinin, Azərbaycan uşağının, qocasının üzünə baxa bilmərik. Bunlar hamısı vətənin taleyidir və vətənin taleyi ilə öz taleyini sən birləşdirməlisən. Vətən xoşbəxtdirsə, sən də xoşbəxt olacaqsan. Deməli, nə etməlisən? Vətənin xoşbəxtliyi üçün çalışmalısan. Canın da fəda ola bilər, qanın da tökülə bilər, müəyyən məhrumiyyətlərə məruz qalarsan, haqsızlıqlarla üzləşərsən. Amma bunlar hamısını əlinin arxası ilə geri tələyərsən. Və deyərsən ki, əsas vətən sağ olsun. Nəyə görə deyirlər? Bir şəhid atasına, şəhid anasına, bir şəhid dostuna, şəhid qardaşına deyirlər. Bir sözlə o deyir, vətən sağ olsun. Bu nə deməkdir? Yəni, bütün o ağrı, acı, bütün o mərhumiyyət, o itki hamısı vətən üçündür. Vətən sağ olsun. O itkilərin mənim üçün
elə böyük əhəmiyyəti yoxdur. Təxminən belə bir açılma var. Müasir yazıçı, müasir düşüncəli yazıçı üçün vətən anlayışı məqbul hesab oluna bilər? Müasir düşüncəli yazıçı deyəndə əgər bizim o dediyiniz adlarını çəkmək istəmirəm, gənc yazıçılarımız artıq gənc də deyirlər. Vaxtilə gənc idilər, deyirdik bəlkə gəncdilər, uşaqdılar, yeri yetmədilər, ona görə bağışlayırdıq. Amma artıq gəlib ağsaqqal adamlar olublar. Amma görürsən düşüncələrində bir zərrə qədər də irəliləyiş və bir zərrə qədər də vətənə mərhəmət, vətənin halını başa düşmək, dövlətin halını, dövləti anlamaq yoxdur bunlarda. Məsələn, sizə sadəcə bir misal çəkəcəm. İllər əvvəldən yaxın tariximizdə Laçın dəhlizinə bir tədbir keçirilirdi, etiraz aksiyası keçirilirdi. Yadınızdadır, vətəndaş aksiyası, dinc aksiyası keçirilirdi. Bizim vətənpərvər uşaqlar, qadınlar, qızlar, gənclər gedirdilər o soyuqda, şaxtada səhərə qədər orada etiraz eləyirdilər. Bizim bəzi yazıçı dostlarımız ona sarkazm azdır bu sözü demək, ikrahla. Elə bil ki, bilirsiniz nəyə gülürlər, komediyaya baxırlar və gülürlərcəsinə yanaşırdılar. İllər sonra, bir müddət keçəndən sonra antiterror əməliyyatı keçirildi. Laçın azad olundu. Antiterror əməliyyatı nəticəsində Laçın azad olundu. Laçın boşaldıldı. Həmin adamlar Laçına gedib mənim Laçınım deyə şəkil çəkdirirdilər. Onda mən onlara bir dəfə dedim, sən o vaxt axı lağ eləyirdin buna. Lağ obyektinə çevirmişdin. Necə oldu bu? Mən sonra yazdım və düşündüm ki, səhv eləmişəm. Aha, niyə səhv eləyirdim? Səhv eləmək olar. Hamımız insan səhvdən, yanlışlıqdan xali deyil. Amma elə anlayışlar var ki, orada səhvə yol verilmir. O anlayış vətən anlayışıdır, o anlayış yurd anlayışıdır, o anlayış dövlət anlayışıdır. Ailə anlayışıdır. Ailə anlayışıdır. O institutlar ki, bizim mənəviyyatımızın, bizim əxlaqımızın, bizim bugünümüzün və gələcəyimizin təməlləridir. O təməllərə lağ eləmək olmaz. O təməllərə lağ eləyirlər bunlar. Bilirsiniz nə baş verir? Birinci lağ eləyirlər, insanlar, ifadəyə güclü istəyirəm, kütlə onları didmək dərəcəsinə gəlir. İkinci dəfə toxunurlar o dəyərlərə. Kütlə baxır, əlin yelləyir, boş ver. Üçüncü dəfə lağ eləyir, kütlə gülür. Dördüncü dəfə kütlə də onlara qoşulur. Ona görə o tendensiyanın qarşısını biz alanda və yaxud biz nəsə yazanda deyirlər ki, nə baş verir, fikir azadlığıdır. Xeyr, elə şey yoxdur. Fikir azadlığı başqa sahələrdə mövcud ola bilər. Bu dediyimiz, sadaladığımız anlayışda da fikir azadlığı deyilən bir şey yoxdur. Demək, belə bir ifadə var. William James'in də belə bir kitabı var, Religious Experience, dini təcrübə. Təcrübə, o çox vacib şərtdir də. Bir var nəzəriyyədən danışırsan, lap müharibənin, döyüşün nəzəriyyəsindən. Bir də var, adam gedib konkret orada iştirak edib. O İbn Sina'da var, deyir ki, bir şeyin ədəllü dəlilin əla imkanı şey, vukuuhu ərəbcəsi, bir şeyin nəzəri olaraq mümkün olmağına ən tutarlı səbəb dəlil, onun praktikada həyata keçməsidir. Bir var, mən müharibədən danışıram, bir var, İlham bəy gedib praktikada iştirak edib. Mən istəyirəm o praktikadan danışasınız bizə. Hansı ki, kitablarda yazılmır, siz şahid olmuşsunuz özünüz. Getdiniz müharibəyə, siz tələbəsiz, Bakı Dövlət Universitetində tələbəsiz və könüllü olaraq getdiniz vətən üçün vuruşmağa. Nə baş verdi? Bax, getdiniz müharibəyə, daxil oldunuz. Əvvəl necə düşünürdünüz? Orada nə hadisələr baş verdi? İstəyirəm, bax, ondan mən sizdən eşidim. Spesifik olaraq. Buyurun. Mən biraz bərdən başlamaq istəyirəm. Sualınız mütləqdir, sualın üstündə biz dayanacaq. O birinci Qarabağ müharibəsindən sonra mən bir hərbi xidmətlə keçdim, zabit kimi. Rəhmətli Polad Həşimovla, Raqif Orucovla biz eyni hərbi hissədə xidmət elədik. O barədə danışacağıq. Hətta Poladla bir batalyonda, bir taburda olmuşduq və vətən müharibəsi. İndi artıq mən o dediyiniz suala fikirləşirəm, başqa cür cavab verirəm. Başqa məndə təsəvvürlər var. 19 yaşımız var idi. Universitet skamyası arxasından durduq. Heç bir hərbi təlim falan keçmədən təxminən 10 gün bizə 3 dəfə də biraz güllə falan atdıq. Getdik 92-ci ildə vəziyyət bilirsiniz necə idi. Bəli. Və paltarı da hətta öz pulumuzla aldıq. Getdik və döyüşlərə qatıldıq. Bilirsiniz necədir? Müharibə çox dəhşətli şey də deyil. Çox romantik bir şey də deyil. Müharibə əslində həyatın özüdür.
Hərdən mənə deyirlər ki, məsələn, sən necə adam öldürə bilərsən? Orada bir prinsip var da, ya sən onu, ya o səni. O sən, bəli. Yəni burada artıq adamlar yox, elə bil ki, sənin və onun qoruduğu və yaxud iddiasında olduğu ideyalar, fikirlər, ərazi, bir qarış torpaq, bir növbəti döyüş mövqeyi və yaxud bir yüksəklik uğrunda döyüş gedir. Orada artıq sənin gözünün qarşısında heç bir insan məhfumu deyilən bir şey yoxdur. Və kimsə deyirsə ki, mən döyüşə girəndə qorxmadım, falan eləmədim. Mən düşünürəm ki, düzgün deyilindi, peşəkarlar var, onlar bəlkə də. Amma ilk döyüş həmişə qorxulu olur, açığı sizə deyim. Təbii ki, sonra artıq o üzr istəyirəm ifadəmə görə qan qoxusunu hiss eləyəndən sonra artıq çox sadə bir şey olur. Neçə müddət çəkir təxminən? Bir neçə gün? Nə? Bu prosesin içinə girmək. Yox, barıt qoxusu və üzr istəyirəm, qan qoxusu. Təsəvvür eləyin ki, müharibəni mənim üçün məsələn 19 yaşında bir gənc üçün mənim üçün sadə bir əyləncəyə çevrilmiş hətta deyərdim. Hətta üzr istəyirəm, belə bir şeylər deyirlər. Deyirlər ki, filan həkim çox yaxşı həkimdir. Niyə? Çünki müharibədə olub və cərrah olub. Onun əlinin altından yüzlərlə yaralı gəlib gedib. Gedin o cərrahın yanına. Çünki o yaxşı bilir. Və döyüş də budur. Nə qədər çox döyüşdə iştirak eləsən, nə qədər çox deməli düşmənlə üzbəyiz olsan, o qədər səndə müharibəyə qarşı bir immunitet yaranır. Və müharibə sənin üçün yenə də deyirəm, xüsusi olaraq bir əlahiddə bir ayrıca bir həyat deyil. Müharibə sənin üçün həyatın özü olur. Məsələn, amma bir məsələlər var. Müharibələr də fərqlidir. Məsələn, Vətən müharibəsindən, 44 günlük Vətən müharibəsindən bizim 1-ci Qarabağ müharibəsi arasında yerlə göy qədər fərq var. Döyüşən insanlardır. Amma müharibənin artıq formatı dəyişir, forması dəyişir, məzmunu dəyişir. Mən deyək ki, 1-ci Vətən müharibəsində, Qarabağ müharibəsində biz deyək ki, bir taburla bir yüksəkliyi almaq üçün taburun yarısını qurban verərdiksə, düzdürmü? Artıq Vətən müharibəsində o itki az olur. Nəyə görə? Çünki texnologiya var. İkinci Qarabağ müharibəsində. İkinci Vətən müharibəsində. Artıq texnologiya var. Yəni, müharibənin strukturu, forması, məzmunu, aparılma üsulları dəyişilsə də, amma bütün hallarda insan faktoru qalır. Demək, bir müddət əvvəl, İlham bəy, bir gənclə görüşdük. Bəli. O dedi ki, mənim qardaşım generaldır. Və bir neçə dəqiqə, təxminən bir 7-8 dəqiqə çox yox. Çünki sonra dedi ki, onun özü ilə də istəyərdim görüşək. Mən də dedim ki, çox istəyərdim görüşək. O mənə dedi ki, müəllim, hər dəfə 2-ci Qarabağ müharibəsində döyüşə gedəndə, əməliyyata gedəndə vəsiyyətini eləyirdi. Yəni biz ölümə gedirik. Təbii yox. İndi və başqa şeylər də dedi. Mən bunu özüm şahidi oldum. Biz yardıma apardıq. Amerikada yaşayan bir iş adamı məndən əlaqə saxladı. 2-ci Qarabağ müharibəsində. Müharibə sonlara yaxınlaşırdı. Mənə dedi ki, bəs müəllim, mən istəyirəm pul göndərəm, siz çatdırasınız. Mən tanıyıram səni, inanıram. Uzaqdan uzağa. Mən 2012-də Amerikada olanda onu görmüşdüm, amma heç vaxt salamlaşmamışdıq da. Yəni heç görüşməmişdik də. İş adamıdır. Biz onda yardıma apardıq. Mən onda da öz gözümün şahidi oldum. Bax, onu soruşmaq istəyirəm sizdən. Belə bir kontrast, ziddiyyət. Vuruşan adam döyüşdə, siz demiş, qan qoxusu alan adam, barıt qoxusu alan insan bizim təsəvvürümüzdə aqressiv, kobud, daş ürəkli olmalıdır. İnsan elə təsəvvürlüdə ilkin. Mən bunun əksini gördüm. Elədir. Həm oradakı döyüşçüləri gördüm mən. İlahi, o qədər sakit, təmkinli. Biz onlarla çox otura bilmədik, mən doymadım. Cəmi 40 dəqiqə otura bildik. Biraz da kövrəlmişdim, biraz da gözlərim doldu. İndi danışıram, indi də kövrəlirəm. Demək, o gəncin sözlərindən də belə anladım. O qardaş haqqında deyirdi, general haqqında. Deyir ki, onlarda bir mənəvi deməli ab-hava olur. İndi təbii ki, bu biraz müharibənin təsiridir, amma mən bunu sıradan bir şey kimi anlamıram.
Mənə elə gəlir ki, pafosdan danışmaq istəmirəm, amma qətiyyən reallıqdan danışmaq istəyirəm. Tabii. Mənə elə gəlir ki, bu həm də bir Azərbaycanlının bazasında, kökündə olan mənəviyyat deyə orada üzə çıxır. Bəli. Bax, mən istəyirəm bundan biraz danışaq. Siz nə gördünüz orada? Döyüşçünün kodeksləri var, hər bir döyüşçünün. Mən belə bilirəm. Həm deyək ki, həyata baxışım belədir, insanlara münasibətim belədir. Həmin insan istəyir düşmən olsun, istəyir qeyri-düşmən olsun. Döyüşçü işgəncə verməməlidir. Beynəlxalq hüquqda da bu təsbih olunur. Beynəlxalq hüquqda təsbih olunub, Bəli. amma mən onu beynəlxalq hüquq prizmasından demirəm. Mən onu insani prizmadan deyirəm. Bütün bilirsiniz, məndən yaxşı bilirsiniz. Dəyərli alimimizsiniz. Bütün qanunlar, kodekslər, prinsiplər, hamısı humanizm prinsiplərinin üzərində bərqərardır. İnsan üzərində bərqərardır. Əlbəttə. Döyüşçünün ümumiyyətlə döyüş meydanında düşməni öldürəndən sonra onun vaxtı varmı ki, otursun xüsusi olaraq bir üzr istəyirəm bu ritualı, vəhşi ritualı həyata keçirsin. O mənada ermənilər, səmimi sizə deyəcəm, dünyada tayı bərabəri olmayan çox yırtıcı bir, deyək ki, fərdlərdir. Xalqı demirəm. Məxluqlardır. Məxluqlardır. Xalqı demirəm. Erməni xalqından işim yoxdur. Onların döyüşçülərindən və əsgərlərindən və o ayrı-ayrı məxluqlarından faktdır bu. Bəli. Müşahidələrimiz. Xocalıda baş verənlər, Kərkicahanda baş verənlər, Barlıcada baş verənlər, Bağanus ayrımında baş verənlər və s. və ilə axır. Bunun biz onlarla nümunəsini çəkə bilərik. Yəni insanları o zülmlə öldürmək, döyüşçünü də yox ha. Bir qadını, bir qocanı öldürmək, o zülmlə, işgəncələ öldürmək. Bu bilmirəm bunun adı nədir? Diri-diri bastırmaq. Bax indi yəqin kitab haqqında danışacağıq biz. GSM-dən gələn ölüm araşdırması var. O vaxtki Milli Təhlükəsizlik Nazirliyi. Gizli həqiqətlər kitabı. Gizli cinayətlər, bəli. Gizli cinayətlər kitabı. İlham Tumas müəllif. Buyurun. İlham bəy, bu kitabdan danışırsınız. Bu kitabda qısaca deyəcəm. 9 deməli Dövlət Təhlükəsizlik Xidmətinin müxtəlif illərdəki Sovetin vaxtında. Sovetin vaxtında var, bizim dövrdə də var. Vaxt dövründə baş vermiş hadisələrdir. Həmin hadisələr arxivin sağ olsun rəhbərlik şərait yaratdı. Bu arxivdə olan hansı ki məxfiliş qrifi artıq götürülüb üstündən təbii ki. Onları mən burada verdim və çox böyük, gözəl araşdırmalardır. Bu araşdırmaların bir çoxunda Ulu Öndərin adı gedir. Hamısında da Ulu Öndər məsələlərə son nöqtəni qoyub. Ermənilərin Sovet vaxtı Xankəndində törətdiyi terrorlar, Sumqayıtda törətdikləri filan bəli. Hamısında Ulu Öndər. Deməli burada ermənilərin cinayətləri yazılıb. Çox var orada. Yalnız o deyil, çox var. Və orada bir araşdırma var. GSM-dən gələn ölüm. Təsəvvür eləyin ki, o vaxt bizim Milli Təhlükəsizlik Nazirliyinin deməli əməkdaşları tərəfindən lentə alınıb ermənilərin radioqram bir-birindən danışdıqları. Orada onlar açıq kodlarla deyirlər ki, nə qədər uşaq, qoca, qadın, yaralı varsa Kəlbəcərin işğalından sonra, aprel ayında, hamısını diri-diri bastırın. Diri olsa belə bastırın. Niyə? Çünki xarici müşahidəçilər gələcək. O xarici müşahidəçilər bizim bu döyüşdə iştirakımızı bilməməlidirlər. Təsəvvür edirsiniz, insanları diri-diri bastırmaq bu nasizm dövründə olurdu, konsulagillərdə. Bunu da, heç mən bilmirəm, faşistlər də bunu eləmirdilər. Yəni ən azından güllələyib sonra bastırırdılar. Bəli. Yəni o mənada təbii ki, döyüşçünün kodeksi olmalıdır. Kimsə bunu eləyirsə, mən bir şey demirəm, amma mən bunu qəbul eləmirəm. Aydındır. Mülki vətəndaşı ümumiyyətlə atəş açılmamalıdır. Mülki vətəndaş, uşaq, qoca, qadın, onlardan işimiz olmayıb. Nə 1-ci Qarabağ müharibəsində, nə 44 günlük müharibədə ümumiyyətlə mən bu şeylərin şahidi olmamışam. Bu da həmin bizim döyüşçülərin mənəviyyatından irəli gəlir. Tabii, əlbəttə. İnsansevərliyindən. İndi mən sizdən o cavabımı almadan sizdən əl çəkməyəcəm İlham bəy. Buyurun. Mən 100% əminəm ki, sizin demək təcrübəniz, döyüş təcrübə deyəndə mən texniki təcrübəni demirəm. Ekzistensial təcrübəni deyirəm. Daxili mənəvi təcrübəni deyirəm. Bax, ondan mən istəyirəm eşidim. Bu çox vacib məsələdir. Özü həm də bu yazılarda da trenddir belə şeylər. Niyə görə? Bu artıq nəzəriyyə deyil, bu praktikadır. Bu konkret praktikadır. Bilirsiniz? Aydındır. Mahir müəllim, sizə bir şey deyim, etiraf eləyəcəm. Müharibə adamları adətən çox danışmağı sevmirlər. Mən də onlardan biriyəm. Səmimi deyəcəm. Amma mənə danışdırırsınız.
Sizə deyim mən, deməli, təbii ki, təcrübə müharibədə çox böyük rol oynayır. Dediyiniz o texniki məsələlər yox. Əslində qalanda, məsələn, birinci Qarabağ müharibəsində olan silahlar indi var olsa da, amma indiki silahlarla müqayisədə yerindən göy qədər fərq var. Doğrudurmu? Taktiki üsullar dəyişə bilər, nəsə hədəfə çatma üsulu dəyişə bilər və dəyişirdi də. Amma bütün hallarda siz demişkən, o içdə olan bir nə deyirlər ona, bir sterjin, ruslar deyirlər, Rusunda sterjin, bir duruş var, bir xət var. O xət təbii ki, döyüşçünün nə idi? O xət, o dediyimiz kimi, birinci döyüş təcrübəsindən sonraki döyüşlərdə artıq sən rahat olursan. Müharibədə də, döyüşdə də elədir. Burada və yaxud qolum ağrıdı və yaxud dizim davam gətirmədi, onlar hamısı boş şeylərdir. Əsas budur, başdır, beyindir. Sən bu qoyduğun məqsədə getməlisən. Az, suz, bunlar hamısı boş şey. Məsələn, mən birinci Qarabağ müharibəsində yemək, harda oturdum, xüsusi yemək yedim, yadıma gəlmir. Hərdən indi uşaqlar deyirlər ki, yox, biz müharibədə bilsən necədir, təchizat olmalı, təchizat olmalıdır, təbii olmalıdır. Amma həmin anda, döyüş getdiyi anda yemək, su içmək falan yada düşmür. İnsan, çünki tamam, bütün o necə deyirlər, dəstəklər ancaq və ancaq insanın qarşıya qoyulmuş məqsədə nail olmasına yönəlib. Bəli, yoxsa mən acından ölürəm, mənim nahar vaxtımda oturum, bir dəqiqə döyüşü saxlayın, oturum nahar eləyim. Elə şey olmaz ki. İlham bəy, demək, 2-ci Qarabağ müharibəsi dönəmində, həmin günlərdə bir video kadr qarşıma çıxdı sosial şəbəkədə. Bizim bir neçə generalımız qurban kəsdirirdilər. O qədər mənə ləzzət verdi o kadrlar. Bilsiz, yəni o kökünü unutmur da, qurban kəsmək Azərbaycan mənəviyyatı, mədəniyyətində məqbul bir şeydir. Onu da eləyir. Yəni, bu bağlar qırılmayıb da, qırılmayıb. Bir nəfər, bir yüksək rütbəli zabitlə söhbət edirdim. Bunu efirlərin birində demişəm. Çox da yayılıb. Demək, Polad Həşimov haqqında danışdı mənə bir neçə dəqiqə. Və elə dostlardan birinin evində idik. Dedi ki, o insan, sanki onun deməyini deyirəm. Bunu danışan şəxs də Müdafiə Nazirliyində yüksək rütbədə çalışmışdı və yüksək rütbəli zabit idi. Dedi ki, o insan sanki yuxarıdan idarə olunurdu. Belə bir şey işlətdi. Özü də ki, bunu danışan adam o qədər də deyim belə irfani falan ab-havada olan adam deyil. Yəni yuxarıdan deyəndə bəli. İlahidən o dərgahı nəzərdə. O deyirdi, bəli. O deyirdi. Bax, Polad Həşimov haqqında o Sokratda var, deyir ki, məfhumlara ikinci dəfə qayıtmaq. Bir var, deyirsən ki, insan ədalətli olmalıdır. Bir də təzədən qayıdırsan. İnsan ədalətli olmalıdır. Bu ikinci qayıdış, ikinci dəfə qayıtmaq fərqli şeylər kəşf edilir də insan üçün. Üzə çıxarır, aşkara çıxarır. Polad Həşimov haqqında çox danışılıb. Çox danışılıb. Bir dəfə toyların birində, Bakıda tanınmadığım bir gənc məndən həmsöhbət oldu. Gənc deyəndə ki, bir 30-a yaxın yaşı olardı. Telefonu açdı, 3-4 dəqiqə həmsöhbət olduq ayaq üstə. Telefonu açdı, telefonda Polad Həşimovun şəklini qoymuşdu. Üz qabığına. Elə dostlarımız, elə gənclər çox. Bəli. Və başladı onun haqqında mənə danışmağa. Adam məni tanımır, ilk dəfədir görüb və biz təsadüfən 3-4 dəqiqə həmsöhbət olduq toyda. İndi bu kişinin sevgisi qəlblərdədirsə, deməli fərqli bir insan olub da. Polad Həşimov necə insan idi? Bax, ikinci dəfə baxış. Tabii. Sizin gördüyünüz. Polad hələ sağ idi. Artıq sonuncu vəzifəsində idi. Mənim yolum düşürdü Azərbaycan rayonlarına. Məndə də bir xasiyyət var. Mən hansısa bir taksi ilə, ya hansısa bir avtomobillə gedəndə, kimlənsə tanış olanda, ona birinci soruşuram, harada xidmət eləmsin? Çünki bizim ortaq bir də görsüz tanışlarımız daha çox olur. Soruşuram, məsələn, taksidir, ya ki, Şəkiyə gedirik və ya gəlirik. Harada xidmət eləmsən, qardaş? Falan yerdə. Polad Həşimov, bilirsiniz nə deyirdi? Onun qadasını alın. Ay Allah. Polad onda yaşayırdı. Yəni Polad heç populyar da değildi. Yəni bilirsiniz də. Polad həmişə özünü gizlətməyə çalışırdı. Biz onu üzr istəyirəm, ruhu şad olsun.
Poladın telefonunda mən bilirsiniz adını necə yazmışam. Polad Balina. Niyə görə? Çünki bu adam girirdi suyun altına, elə bil. Və qətiyyən qadağan eləmişdi. Kiməsə o hansısa bir vəzifəyə keçəndə onun haqqında hansısa bir status yazasan, hansısa bir məqalə yazasan, şəklini paylaşasan. Siz gördünüz, Polad şəhid olanda onun şəkli çıxmadı. Hətta bir yanlış polis generalının şəklini paylaşdılar. Poladın şəkli heç arada heç kimdə yox. Poladın mobil telefonu belə yox idi. Çox qısıt adamlarda olardı onun mobil telefonu. Heç vaxt mobil telefonu daşımazdı. Hələ sağ ikən Polad tanıdığı adamların ürəyində. Çünki Azərbaycan onu tanımırdı ki. Tanımırdı, bəli. Tanıdığı adamların ürəyində, onun əsgərlərin ürəyində həmin o indiki abidəni qurmuşdu. Bu abidə hazır idi. Niyə? Nə vardı onda? Mən sizə deyim, Poladdan da savadlı, Poladdan da təcrübəli zabitlərimiz var idi və indi də var. Bəli. Səmimi Çox deyirəm şükür. sizə. Poladın insanlığı. Məsələn, bir zabit bir əsgərin günahı üzbatından, nizamnamədən kənar bir balaca incidir. Ayağına vurur, üzünə vurur. Polad heç vaxt eləməzdi. Həmin zabiti çəkərdi qırağa, deyirdi, əskər bala, onun sözü vardı, əskər bala. Əskər bala. Əskər bala, sən get, mən özüm həll eləyəcəm. Və sonra həmin öz dostunu və yaxud öz zabit yoldaşını danlayardı. Allah Allah. Mən sizdən, tamaşaçılardan da xahiş eləyəcəm. İmkan olsa baxsınlar. YouTube kanalında da var. Mən ictimai televiziyada o filmi çəkdim. Poladın 7 anı. Elə yazsalar YouTube'da. Ssenari müəllifisiz. Hə, ssenari müəllifiyəm. Yəni rejissorumuz da Ruslan Hüseyndir. Çox gözəl bir filmdir. Orada mən də danışmışam kadr arxası və Poladın da bütün zabit, yəni xidmət eləmiş zabit yoldaşları danışıb. Onlar, mən indi onu danışsam, gərək biz verilişi ancaq onunla danışaq ki, ona da layiqdir Polad rəhmətlik. YouTube'da var yəni Poladın 7 anı. Orada hamısını danışıblar. Orada bilirsiniz nələr danışıblar. Məsələn, orada deyək ki, bizim Poladın giziri danışır. Baxış Müseybov. Deyir ki, mənim yoldaşım xəstə idi. Polad eşitdi bunu. Məni çağırdı. Aldığı maaşı verdi mənə. Dedi ki, get yoldaşını müalicə elətdir. Narahat olun, pul da lazım olsa denən. Orada bir nəfər var, deyir, Polad Həşimov deməli artıq növbəti vəzifəyə keçmişdi, üstündən illər keçib. Gördük, Polad iclasda dedi ki, mənə bir məktub gəlib, bir əskəri Poladın yazıb, tərxis olunub gedib əskər. O vaxt general da deyildi. Bəs cənab polkovnik, mənim övladım çox ağır bir xəstəliyə tutulub, hətta xəstəliyin adını da deyib. Məktubda budur, uşaqlar, məndə pul qoydum, bu qədər pul qoydu, deyir. Siz də baxın. Özdə deyir, ifadəni də deyir, filmdə də deyir ki, öz Azərbaycanlı balamızdır da, qoyunu pulla yığın, o pulu göndərin, geçsin həmin ünvana. Yəni, hətta Poladın əsgərləri o tərxis olunandan sonra belə ona, belə deyək, kürəklərini söykürdülər. Və yaxud orada filmdə var, Polad, deyək ki, Daşkəsən istiqamətində olanda hələ o vaxtı, məsələn, bir post var imiş, Polad ora ancaq qaranlıqla getmək lazımdır və yaxud duman olsun ki, erməni görməsin onu. Bir dəfə bir sürücüyə, Ural sürücüsünə, bizim mülki sürücüyə də, yəni hansı ki, hər bir hissədə xidmət eləyir, mülki vətəndaş, mülki əməkdaş kimi, işsiz kimi, güllatmışdı ermənilər, deyir. Deyir ki, bütün sürücülər dedilər ki, yox, biz daha getmərik, bizim ailəmiz var. Polad deyir, oturur, birinci sürücünün o tərəfində dayandı ayaq üstə, qapının ağzında. Dedi, sür, vursalar məni vuracaqlar da birinci. Deyir, o sürəndən sonra bütün sürücülər arxasınca sürdülər, getdilər. Deyir, və ümumiyyətlə birisi sizə bir şey deyim. Belə adamlar var ki, onlar ömrü boyu, həyatı boyu ona verilən o, cızılan o ilahi bir taleyə yerihliyir. Addım-addım gedir. Və yaxud sonuncu Poladın şəhidliyi anında, məsələn, Polad heç orada olmalı deyilmiş. Həmin o qurğuları orada quran adamlar var idi. Aydın. Polad amma o, həmin o zabitdən çıxdı. Yəni, insan sanki ömür boyu o şəhidlik yolunu gedir, axırda da məqsədinə çatır. Təbii. Yəni, o mənada mən, amma bir şey də deyim sizə də. Söhbət həm Polad Həşimovdan gedir, həm İlqar Mirzəyevdən gedir, tanıdığım qardaşlarımızı deyirəm, Raqif Orucovdan gedir. Danışacağıq olar. Nəyə görə deyirəm? Amma baxın, mən, İlham Ağayev, illər keçəcək, öldüm, getdim. Biraz xatırlanacam, sonra daha bitdik. Amma illər keçəcək, əsrlər olacaq. Nə qədər Azərbaycan xalqı var, Azərbaycan dövləti var. İnşallah dövlətimiz daha da genişlənəcək, daha da böyüyəcək. İnşallah. Haşimov, Mirzəyev, Orucov, bir soyad deyəcəklər. Gələcək bir nəfər Poladın nəticəsidir. Gələcək. Salam, qızım, oğlum, kimsən? Həşimov və yaxud Həşimov. Poladın nə isə.
Vəssalam. Bütün qapılar, bütün işıqlar yandı onun üçün. Bəli, bəli. Doğrudur. Bəli, bəli. Deməli, neynədir bu adam? Bütün xalqına, bütün öz nəsil nəcabətinə bir ad qoydu. Eynən, İlham bəy, Raquf Orucov barədə istərdim qısa da olsa danışasınız. Tanış olmuşam, deməli, 1996-cı ildə Murov hərbi hissəsində. Onda ikimiz də leytinant idik. Raquf kəşfiyyat bölüyünün komandiri idi və mən bir müddətdə Raqufla bir yerdə qalmışıq. Yəni, iş elə gətirdi ki, mən kəşfiyyat bölüyündə qalmalı oldum. Raquf da Polad kimi, yəni, bilirsiniz, zabitdə insanlıq lazımdır. Zabitdə hər şeydən əlavə təcrübə də var, silahı işlətmə qaydası filan, bəhmən və s. və elə. Amma zabitin insanlığı olmalıdır. Raquf Orucov da bax, həmin o insan zabitlərdəndir. Raqufun bilirsiniz, o vaxtı Ulu Öndər tərəfindən 98-ci ildə yanılmıramsa verilmişdi o ad ona. Getmişdi erməni hərbi hissəsində düz onların orada alayı var idi. Onların birbaşa qərargahının toplantısını çəkib gətirmişdi kiçik bir Sony video ilə və 3 gün yanılmıramsa meşədə qalmışdı. Bizim yəni Raqufla bağlı xatirələrimiz çoxdur, çox danışa bilərik. Bir qısaca bir şey deyim ki, mən Raquf şəhid olandan sonra bizdə bilirsiniz, ailələrdə zabitlər ailələrindən çox deyək ki, təmasda olmuruq. Yəni mən tuyaq ki, Poladın ailəsində nə işim vardır, Raqufun ailəsində nə işim var, tutaq ki, mən onlarla dostam, qardaşım. Amma mən xüsusi olaraq Sevinç xanımın, Raqufun həyat yoldaşının bax bu işlərdə, şəhid ailələrinə dəstəkdə, şəhid ailələrinin balalarından gördüyü işlərdə çox bəyənirəm dəstəyini. Yəni, Raquf itirdik, bir bacı kimi Sevinç xanım, Sevinç Orucovanı qazandıq biz. Yəni, Sevinç xanım sağ olsun ki, o işləri görür. Şəhidlərimiz haqqında saatlarla, günlərlə danışmaq olar. Çünki onların hər biri bir şəxsiyyət abidəsidir. Tabii. Bu da pafos deyil. Bunlar praktikada bunu sübut elədilər. Bizim üçün çox böyük müəllim oldular, həm də əxlaq müəllimi, əxlaq ustadı. İndi siz Polad Həşimovun o əskər bala sözünü dediniz, o mənim xatirimdə, yaddaşımda qaldı. Adicə bir söz də insanı sehrləyə bilir, adicə bir söz də insanı qalib edə bilir. Qalib, o Stephen Covey'nin bir sözü var, public victory, başqaları üzərində qələbə çalmağın sirləri. Qalib olmaq təkcə vurmaqla, yıxmaqla deyil, qalib olmaq həm də qəlbləri fəth etməklədir. Deməli, Xankəndini ermənilər boşaldanda bizim jurnalistlər yaxınlaşırlar onlara. Onlar deyirlər ki, Azərbaycanlılardan biz pislik görməmişik heç vaxt. Jurnalistlərdən biri mənə sual verdi ki, sosiolog kimi bu məsələyə münasibətiniz necədir? Onlar düz deyirlər, yoxsa hiləgərliyi dedim, düz deyirlər. Deməyinə düz deyirlər. Bəli, onlar düz deyirlər. Bəli, biz Azərbaycanlılar heç kimə qarşı pis olmamışıq. Çünki bizim mənəviyyatımız, insanlığımız olub həmişə. İndi də çox şükür var. İlham bəy, çox təşəkkür edirəm. Sizə var olasınız, nə yaxşı varsınız. Mütləq, mən sizdən xahiş edirəm, yenə də gəlin. Biz bu xatirələrdən danışaq. Bu xatirə deyil, həm də dərsdir dediyim kimi. Dərsdir, bizim hamımızın dərsdir. Çox sağ olun, var olun. Çox sağ olun, var olasınız. Dəyərli dostlar, siz də sağ olun, bizi hövsələ ilə dinlədiniz. Bizi Asan TV-də və Asan Radioda, Asan Status verilişində dinləyirdiniz. Sağ olun, sağlıqla qalın.